Dəyərli izləyicilər, hamını salamlayıram. Deməli, budur bizim növbəti videomuz və növbəti videonun sərəbkarı artıq bizim kanalda nümayiş etdirilmişdi. Rockwell adlı müəssisənin bildiyim qədər Kanada müəssisəsidir. Kanada ölkəyə malik olan müəssisədir və iki tərəfli tiyərlərin və aksesuarların tiraj üçün məşğul olan bir müəssisədir. Bir hardasa 4-5 il bundan öncə mən əgər sərf etmirəmsə xaricdən aldığım ilk 140-nın məhz bu olub. Yoxsa yalan deyirəm, bir sözlə yalançı çıxaram, amma çox bəyənirəm. O gün bugün hələ də istifadədədir bu 140-an. Amma mühüm bir hadisə baş verdi. Mən o vaxtda demişdim, bir videomuz var idi. Mən bildiyim qədər, hətta o ilk video idi bizim kanalda. Sağ yuxarı tində Rockwell haqqında, bu 6C haqqında bir videomuz var. Yuxarı sağ tində hiperlink olacaq, tıklayasınız, baxarsınız. Orada daha çox mən bildiyim qədər Rockwell şirkəti haqqında da söz demişdim. Deməli, bu 140-an haqqında da danışmışdım. Amma deməli, bugünkü səbəbkar, deməli, bu 6C-nin deyilənlərə görə paslanmayan poladdan olan bir versiyadır. Görəcəksiniz ki, bu daha bağlamadan artıq üzümlü sayın. Kaş mən bunu çıxardıb sizə göstərərdim. Vəziyyət gərginləşir. Çıxdı. Artıq qutudan görsənir ki, bu gəl işıq belə qəşəng düşsün. Bunu bu üzə qoyaq. Deyəsən video çox uzun çəkəcək. Budur. Deməli, hər ikisi Rockwell, hər ikisi 6, biri 6, yəni 6C, C ingilis dilində 6C, o birisi 6S, yəni 6S. Budur qutusu. Bu köhnəni qırağa qoyaq. Təmzinlənən 140-an kimi təqdim olunur. Bu 140-an niyə biləcəksiniz, birazdan danışaram. Belə plitələri var. Hər plitənin iki üzü var. Hər üzü belə də bir tərəfi qoyanda artıq aqressivlik dəyişilir. Burada da bunların bu kağızında məhz bu kimin üçündür? Bir nömrəli plitə hansı hallarda istifadə edirsiniz? Sensitive skin, yəni ki üzünüz əgər həssasdırsa, hər hansısa belə deyək də, kənardan olan fiziki proseslərə həssasdırsa, həmin adamlar üçündür. Və burada ingilis dili daha yaxşı bilənlər qoy oxusunlar, tərcümə etsinlər göstərik üçün. Amma belə təxmini, yəni ki, mən dərhal sizə deyim ki, baxmayaraq ki, mən bu 140-maqda belə deyək, böyük fasilə idi də bu təvarlərlə 40-mağın arasında. 96-da bir 40-mışam. Bir də gəlib çıxıb 2020-ci il idi, deyəsən, yoxsa 21 idi. Bu, deməli, Rockwell-ı əldə etdim. Və birbaşa anladım ki, birinci plitə ilə də 40-dım, ikinci plitə ilə də 40-dım. 3-dən başladım, bir uzun müddət 3-lə 40-dım, sonra keçdim 4-ə. Sonra da 5-6 və belə sonra da belə. Amma deyim ki, gündəlik tiraja, yəni mən bir gündən bir 40-ram, hətta hər gün belə 40-saz. Mənim üzüm üçün 4-cü plitə okeydir. Mən həm böyümə istiqaməti 40-ram, həm əksinə heç bir problem yoxdur. 5 ilə 6-nı o zaman istifadə edirəm. Əgər 2 gündən artıqdırsa üzümdəki tük, artıq onun uzunluğuna asılı olaraq, yəni 3-4 günlüksə 5, ondan çoxdursa 6. Yəni ki, belə mən deyərdim. Belə, burada da həmin məhz o sözlər yazılıb. Üstə gəl, registrasiya edilməlidir. Bu deməli 140-an, yəni qarantiya üçündür. Yəni fərqi yoxdur. Hardan, hansı marketplace-dən alırsınız, yenə də bu linkə gedib onu registrasiya etməlisiniz. Hər hansısa bir probleminiz oldusa, deməli Rockwell Razer'la, yəni bircə bu 6S və 6C deyil də, başqa modellər də var. Yəni ki, bu adresə probleminizi yaza bilərsiniz.
Yəni ki, belə. Burada da yazılıb adjustable system of the Rockwell 6S, 6C and 2C allow you to adjust the angle, nə bilim nə. Bir sözlə indi hamısını biləcəksiniz. Bu qədər kağız haqqında burada qutuda ayrı bir söz yazılmayıb, bir şey yoxdur. Hiss olunur, ələ alınan kimi premial bir qutu olduğu. Alcantara yaxud barxat deyirlər, nə deyirlər. İç tərəfi ondandır. Deməli, satıcı deyir ki, deməli bu 6S 140 Rockwell hazırlanır paslanmayan poladdan və poladın markası 316 LG'dir. Yəni ki, dəniz markasıdır. Yəni dəniz şəraitdə paslanmayan poladdır. Kifayət qədər belə deyək, qiymətli bir poladdır. Paslanmamağına görə bilmirəm, indi yalancı çıxaram. Amma bir dənə əmma var. Biz bildiyimiz kimi paslanmayan poladdan hazırlanan deməli 140-lar əksəriyyət hallarda deməli CNC dəzgahlarda hazırlanır və burada ən əsas bir məqamdır. Rockwell heç bir öz saytında bir yerdə yazmayıb ki, bu 140-lar hazırlanır həmin o CNC dəzgahlarda. Burada da bizim çox hörmətli belə baş çıxan budur, deməli standart 3 hissədən ibarət olan 140-dır. Deməli qulpu, plitəsi, qapağı, üst qapağı, deməli çəkisi deməli 6C ilə bu biraz belə deyək ha. 6C ilə 6S-in arasında çəkidə fərqlənir. Niyə? Plitələr müxtəlif çəkilərdədir. Amma ümumilikdə belə hardasa 3-4 qram fərqləri var və belə deyək 118-120 qram arası 6S-dirsə, deməli bizim bu müəllim 140-an 6C isə 95 və nə bilim bəlkə 94-96 qram arası fərqlənir. Ölçüləri eynidir, yəni heç bir fərqi yoxdur ölçülərdə. Mən bildiyim qədər əgər inansaq satıcıya həm 6C-də, həm 6S-də deməli qulpun uzunluğu 85 milli, qapaqla bir yerdə 95, yəni qapaq hardasa 10 millidir. 6C-də, 6S-də fərqləri belə dizayn olaraq mənim bir dənə fikrim yarımçıq qaldı. O polad haqqında danışacağım ora çatanda. Deməli, hər şey eynidir. Burada artıq vaxt öz sözünü deyib, gördüyünüz kimi. Deməli, 6C hazırlanır. Zamak adlı əriməsidir, belə deyək, bir neçə metalların əridilir, hansısa bir formaya tökülür və istehsal olunur. Deməli, gördüyünüz kimi sonra rənglənir və laklanır. Gördüyünüz kimi rəngi gedib artıq. Uzun müddət istifadə edirəm və buradadır sabun qalıqları. O ki istifadə edirəm. Eyni ilə deməli 3 piltədir. Hər piltənin 2 tərəfi var və piltələri çöndərdikdə aqressiya dəyişir. Həm 6C-də bütün parametrlər eynidir. Yəni ki, qəpdir, ekspozisiyadır, ikisində də eynidir. Heç bir fərqi yoxdur. Sadəcə olaraq bu zamakdandır. Bu isə paslanmayan poladdadır. Burada bir məqam. Deməli, əgər bu 4-cü piltədirsə, tamamilə doğrudur. Görürsünüz, bu deməli belə deyək, bu nöqtə kimi yerlər. Bunlar niyə görə əmələ gəlir? Bilənlər bu deməli belə deyək, bu prosesdə başı çıxan spesialistlər deyirlər ki, yəni tökmə olanda bunlar belə prosesin belə deyək, bir belə nöqsan mı deyək, yoxsa nədir? Yəni bunu bərkidirlər formanın, sonra formadan çıxanda da nə bilim onun nə bilim liniyəndə bir sözlə əmələ gələn belə bir производственный belə deyək uglubleniyada, yəni ki, dərinliklərdir, əmələ gəlib. Və bunlar 6C-də var. Bütün plitələrdə hansısa bir üzdə bunlar var. İndi əgər bu paslanmayan polad həmçinin tökmədsə, onda da belə çıxıntılar olmalıdır. Yox, CNC-dədirsə, hazırlandısa, belə bir şey olmamalıdır. Amma baxdıqda burada həmin o
производственный o haqq hesablar var. Hətta burada plitənin aşağı hissəsində də yumru belə haqq hesablar var. Bilmirəm, kamera göstərəcək, göstərməyəcək, gördüyünüz kimi dərinliklər var. Belə. Deməli, bir neçə rəngləri var. Həm bağışlayın. Həm təmiz kamera qaçdı. Həm 6C-də, həm deməli 6S-də müxtəlif rənglər var saytlarında. Rəngindən, materialından asılı olaraq deməli qiymət fərqi də var. 6S daha premialdır. Artıq gördüyünüz kimi qutudan belə yazısı da var. Bu deməli bunun bu tinində. Bir sekund. Kamera göstərsə. Bu fokus məsələsi budur. Hər iki tərəfdə yazısı var. Rockwell. Deməli belə ölçülər haqqında mən onu deyəcəydim. O metal haqqında deməli paslanmayan polad və əgər CNC dəzgahda hazırlanıbsa niyə görə bunlar var? Bu dərinliklər niyə görə var? Bilinmir. İndi gəlin deməli qutuda nə gəlir? Bizim bu 140-amız özü, bir sekund kameranı fokuslayayım. 140-nın özü deməli 3 dənə plitə, biri üstündə də artıq qapağı, qulpu, 2 dənə əlavə mən dediyim kimi plitələr, 2 tərəfi var. Deməli 6 dənə rejimdə işləyir. Yəni adjustable ona görə deyilir, yəni təmizlənən. Üstə gəl, həm bu 6C-də də var idi. Bir qutu Rockwell tiyələri. Əgər kimsə haçansa alsa, deyilənlərə görə əgər bu olmasa, yəni ki, yadlarından çıxıb qoymasalar qutuya, öz saytlarından alıb, yəni bunu tapmasanız, Rockwell əvəzinə 100 ədəd belə tiyə verir. Bir qutuda 5 ədəd olmalıdır. Mən heç vaxt açmamışam bu qutunu, yəni ki, ayrıca bir qaba qoymuşam. Onlar belə raritet tiyələrdir, saxlayıram, bilmirəm. Hansısa gün üçün, bir sözlə. Ləzgilərin anekdotuna oxşadı, dar günə. Belə, yoldaşlar, deməli 6C, 6S, gəlin tiyələri yükləyək. Ən əsas məqam bu, deməli, bizim bu, belə deyək, cink aloy və zamok materialdan hazırlanan tevarilərdə adətən, düzdür, o heç də belə deyək də çox dramatik belə deyək üz qırxmağa təsir etmir. Tiyənin biraz boş olmağı qapağı otuzduranda. Amma psixomotik bir hal var ki, bəzi subyektlərdə ki, yox, bu fərqi var. Ona görə, niyə görə big tiyələri hər dəfə salıb çıxardıram? Çünki yapışqanı yoxdur. Yapışqanla olanda inanın ki, fokusa görə üzürlü sayın, hər iki əl hal-hazırda məşğuldur. Beləliklə, görürsünüz, azca da olsa tiyə bütün tərəflərə oynayır. Amma sıxıldıqda öz yerini tutanda, deməli, əgər siz 4-cü rejimdə işlətmək istəyirsinizsə, bu 4 rəqəm sizə tərəf olmalıdır, yəni siz onu görməlisiniz. Yox, 2-ci rejimdə, yəni ki, daha mülayim rejimdə işlətmək istəyirsinizsə, deməli, plitələr necə gedir? 1-3, 4-2 və 5-6 tərəflər. 2 daha mülayimdir, 2 sizə baxır və o deməkdir ki, yəni 2-ci rejimdə. Fərq etməz bizim üçün hansı rejimdəyik, üz qırxmırıq ki. Belə. Burada bir məqam var. Hər iki versiyada bu rezbanın hansısa bir tərəfi bu böyrü görürsünüz. Rezbası yoxdur, tamamlanmayıb. Görürsünüz burada. Həmin o ayıb, mən bildiyim qədər bu paslanmayan poladdan olan modeldə də var. Bağlayırıq. Mənfi hal kimi tanınan hər yerdə obyektiv olaraq, amma subyektiv olaraq məncə bu pozitiv bir haldır. Bu qulaqların
çıxılması. Burada biz baxırıq T-yə. Burada bu qədər çıxıntısı var kəsən kənarın, burada da bu qədər. Məncə eynidir. İndi yenə də video baxıb deyərsiniz, köhnədir artıq. Neçə illərdir istifadə edirəm bu 6-sini, fokusa görə üzürlüsən. Bu bir T-yə. Növbəti T-əni də savaq, dəqiq bilək. Və ona görə də bir neçə illərdir mən izləyirəm bu blogerləri. Müzakirələr gedir ki, yəni ki, Rockwell yalançıdır. Nə bilim nə, CNC tezgahda etmir. Deməli, burada problem nədir? Əgər bu metaldan tökmədirsə, metal ki, o qızdırılır, deməli, o liquid hala alır, yəni ki, jidki. Burada oynama azca, düzdür, o qədər deyil, amma yenə də var yoldaşlar. Deməli, nə baş verir? O ki, qızdırırsınız, metal, belə deyək də, genişlənir və soyuyanda sıxılır. Və ona görə o milimetrajı, mikrometr söhbəti tutmaq çətindir tökmələrlə. Ona görə bu boşluq olur bütün tökmələrdə. Və ona görə cəmaət daha çox və mən də hamıya belə tövsiyə edirəm ki, bəs alanda çalışın CNC-də hazırlanan belə deyək 140-anı alın. Həm paslanmayan poladdır, həm belə kövrək material deyil, bu zamıq materialı kimi. Yəni ki, əliniz düz deyil, düşüb dəfələrlə heç zad da olmur. Amma indi deyilənlərə görə güya kövrək materialdır. Üstə gəl, bütöv metaldan olanda rənglənmə söhbəti, metalın öz rəngi olur və onun belə deyək, getmək söhbəti yoxdur. Sadəcə olaraq, əgər hamardırsa, hamarlaşma biraz pozulur, onu təzədən hamarlaşdıra bilərsiniz. Yəni ki, belə, burada bizdə satindir, bunu belə deyək də, proses olaraq necə əldə edirlər, yalançı çıxaram. Mən bildiyim qədər xüsusi bir belə deyək, bütün detallar quma salınır, belə çox narın və vibrasiya nəticəsində belə satin zad alırlar, rəngini alırlar. Mən bildiyim qədər belə də ola bilsin, mən yalançı çıxaram. Belə yoldaşlar, deməli, bəli, bu həmin o производственный nöqsan rezbada görürsünüz, rezba bütöv deyil, yəni hər tərəfində rezba deyil. Bu böyründə biraz elə bil ki, rezbası yoxdur. Belə bərkidirik. Nəyi göstərirəm? Niyə görə tiyələri saldım ki, baxaq, gördüyünüz, orada bizdə 2-dir, burada 4. Ay salınır, fərq ondadır. Gəlin, burada da 2 eləyək. Çünki çıxıntı, qəp, zat söhbətləri dəyişilir. Ay, düşdü əlimizdə. Burada da 4 olsun. Ki, eyni olsun çıxıntılar. Tez bir zamanda bağlayırıq. Baxırıq. Belə təxmini artıq kameradan baxanda dəqiq deyə bilərəm ki, heç bir fərqi yoxdur deməli. Yəni ki, qırxmaqdadır. Mən üzürlü sayın, dözmədim, bağlamanı açdım. Qırxdım və əminliklə deyə bilərəm ki, hər şey eynidir. Qırxmağı, nə bilim, çəki də hətta belə deyək, bir neçə qram o? 95, 120, 25 qram o qədər də hiss olunmur əldə. Amma ki, o hiss ki var, o ki, sən premial zadla qırxırsan, yəni ki, o artıq səni belə deyək də ruhlandırır ki, mən belə bir üz qırxandan üzümü qırxıram. Qiymətlər fərqlidir. Mən deyən kimi rəngindən, nə bilim, materialından fərqlənir saytlarında. Məsləhətlidir ki, Kanada dollarla satılır. O Amerika dolları çevirəndə biraz az qiymət olur, yəni biləsiniz. Sonra çatdırılma deməli Kanada içi, Kanadadan nə bilim Amerikaya və yaxud birbaşa öz ölkənizə orada da qiymətlər fərqlənir. Hava yolu nə bilim neçə dollardan çox alver eləsəniz, Kanadadan Amerikaya havayı gətirilir. Artıq Amerikadan Azərbaycana hansısa kargo şirkətindən gətizdirə bilərsiniz. Belə, ümid edirəm ki, bu parametrləri qəplə ekspozisiya haqda
Görmüşdüm hardasa internetdə, mütləq və mütləq sağ tərəfdə burada, deməli mənim əlim olan yerdə mən təqdim edəcəyəm hansı plitədə hansı qərb və hansı ekspozisiya var. Əgər tapsam, tapmasam üzürlü sayın. Belə, deməli, paslanmayan polad, çinqaloy splav, ərimə güya ki CNC-dədir, amma bilənlər deyir ki, yox, CNC-də deyil. Hazırlanmayıb bu tevari. Ölçülər eyni, hisslər qırxmaq eyni. Birinci videoda demişdim ki, çox sevirəm, yəni xoşlayıram bu məqam biraz mənim subyektivdir. Çoxları Rockwell-dan zəhləsi gedir. Niyə? Deməli, o ki, bu belə böyükdür, bunun başlıq hissəsi. Burnun altına belə çətin girir və mən çəpinə qırxanda və əksinə qırxanda bunun altının dodaqları rahatlıqla deməli üzümü qırxanda oraları qırxıram. Belə bu kimi mənfi hal var. Qalan hər şey məncə müsbətdir və üstə gəl bunun bu qulaq söhbəti hər iki modeldə eynidir. Baxmayaraq ki bu premialdır. Adətən premial modellərdə marketinq zadı addımıdır. Satıcı tərəfindən elə eləyirlər ki bu tinlər bağlansın. Amma bağlanmayanda yəni ki belə o qədər də premial sayılmır, amma kifayət qədər üz qırxanların arasında sevilən bir üz qırxandır. Yəni onu dəqiq sizə deyə bilərəm. Rockwell şirkətin bütün məhsulları, yəni üz qırxanları, sabunları, zatları o qədər deyə bilmərəm. Yəni üz qırxmağa nə aid varsa hər şey var saytlarında. Belə, məncə bu qədər yoldaşlar. Videodan xoşunuz gəlibsə, like qoya bilərsiniz. İşdir, kimisə tanıyırsınızsa, kimisə həvəskardsa, yaxud hələ belə kimlənsə bölüşmək istəyirsinizsə, bölüşə bilərsiniz video ilə. Sonra, əgər hansısa bir sualınız yaranıbsa, bu videonun altında komment saxlaya bilərsiniz. Mənə sual varsa, mənə və yaxud mən nəsə demədim, siz məndən çox bilirsiniz. Buyurun, yazın. Utanmayın. Bir də ki, bizim üçün ən yaxşı hal o olardı ki, bizim kanala abunə olsanız, kifayət qədər belə maraqlı videolar olur və hamıya tövsiyə edirəm ki, baxasınız, maraqlıdır. Çox danışdım, artıq 22 dəqiqədir. Sağ olun, gələn görüşlərinədək.